Deməli, bu işarə əvəzlikləri, bu əvəzlikləri, o əvəzliyi amonim əvəzliyidir. O əvəzlik həm ismi əvəz eləyir, şəxs əvəzliyi olur, həm də sifəti əvəz eləyir, işarə əvəzliyi olur. Bunları bir-birindən necə fərqləndirəcəyik? Sual verməklə. Əgər o əvəzlik kim və nə sualına cavab verirsə, deməli, ismi əvəz eləyibdir və şəxs əvəzliyidir. Əgər o əvəzliyi hansı sualına cavab verirsə, deməli, sifəti əvəz eləyibdir və işarə əvəzliyidir. O işarə əvəzliyi yalnız sifəti əvəz eləyir, ismi əvəz eləyə bilmir. Əgər o əvəzliyi ismi əvəz eləyirsə, o işarə əvəzliyi deyil artıq. Deməli, o əvəzliyi nəyi əvəz eləyir? O işarə əvəzliyi sifəti əvəz eləyir. Testdə yazır ki, o əvəzliyi yalnız sifəti əvəz eləyir. Bu yanlışdır. Çünki o əvəzliyi həm ismi, həm sifəti əvəz edə bilir. Sadəcə o işarə əvəzliyi yalnız sifəti əvəz eləyir. Bu işarə əvəzliyi isə amonimlik xüsusiyyətinə sahib deyil. Bu söz həm ismi əvəz eləyə bilir, həm də sifəti əvəz eləyə bilir. Bunu rahatlıqla nümunələrdə seçmək mümkündür. Bax, yazıram ki, bu bina yeni tikilir. Yeni tikilir. Bu bina yeni tikilir. Hansı bina? Hansı sualımı verdim burada? Deməli, bu sözü sifəti əvəz eləyibdir. Bir də deyirəm ki, bu yeni tikilən binadır. Yeni tikilən binadır. Nə bu? Burada artıq nə sualımı verdim. Deməli, ismi əvəz etdi. Bu əvəzlik istənilən halda işarə əvəzliyi, istər ismi əvəz eləsin, istər də sifəti əvəz eləsin. Bunun heç bir fərqi yoxdur. Əsas məsələmiz o və bu əvəzliklərindən sonra vergülün qoyulmaq məsələsidir. O və bu əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Bəs nə vaxt vergül qoyular, nə vaxt vergül qoyulmaz? Əgər o bu əvəzlikləri hansı sualına cavab verirsə, vergül qoyulmaz heç bir halda. Məsələn, o adam hansı adam, bu bina hansı bina, o şəhər hansı şəhər və s. Əgər hansı sualını verirsənsə, heç bir halda vergül qoyulmaz. Amma əgər kim və nə sualını verirsənsə, kim və nə suallarını verirsənsə, bu zaman vergül qoyula da bilər, qoyulmaya da bilər. Artıq vergülün qoyulması bu mövqedə bu sözlərdən sonra gələn nitq hissəsindən asılıdır. Deməli, o və bu əvəzlikləri kim və nə sualına cavab verərsə, özündən sonra gələn sözə baxacaqsınız. Baxacaqsınız, əgər isim, sifət, say, zərf, feili sifət, daha sonra modal söz, modal sözlər, daha sonra nida, xitab gələrsə, vergül qoyular. Amma əgər əvəzlik özü, daha sonra feil, təsriflənən feil, feili bağlama, qoşma, bağlayıcı, ədat gələrsə, bu zaman vergül qoyulmaz. Deməli, baxacaqsınız, kim nə sualına cavab verir, özündən sonra isim, sifət, say, zərf, feili sifət, modal söz, nida, xitab gələrsə, vergül qoyular. Vergül qoyular. Amma baxacaqsınız, əgər özündən sonra kim nə sualına cavab verir və özündən sonra əvəzlik, təsriflənən feil, feili bağlama, qoşma, bağlayıcı, ədat gəlibsə, bu zaman artıq vergül qoyulmaz. Vergül qoyulmur yazıram. Qoyulmur. Deməli, yuxarıda qeyd eləmişəm ki, modal söz gələrsə vergül qoyular, amma bunun istisnası var. Nümunə daxilində baxaq buna. Nümunə daxilində. Deməli, yazıram. O deyəsən yorulub. O deyəsən yorulub, belə bir cümlə yazdıq. Baxıram ki, o əvəzlik kim sualına cavab verir və özündən sonra da modal söz gəlibdir. Modal söz gəlibsə, burada vergül qoyular. Amma əgər işdir, burada deyəsən yox, sanki sözü gəlsəydi, sanki, elə bil ki, güya ki, bu tip modal sözlər gəlsəydi, bu zaman artıq vergül qoyulmazdı. Vergül qoyulmazdı. Çünki
O bu əvəzliyindən sonra normalda modal söz yerində vergül qoyulsa da, istisna olaraq bənzətmə bildirən modal sözlər, yəni sanki, elə bil ki, güya, güya ki. Hansılar? Sanki, elə bil ki, güya, bir də güya ki. Bu modal sözlər gələrsə, yenə də vergül qoyulmaz. Daha sonra, deməli, qeyd eləmişəm ki, ədat gələrsə vergül qoyulmaz. Amma istisna kimi təsdiq və inkar ədatları, yəni hə, yox, bəli, xeyr, bu ədatlar gələrsə vergül qoyula bilər, mümkün haldır. Deməli, elə ola bilər ki, o bu əvəzliyindən sonra əvəzlik gəlsin, amma yenə vergül qoyulsun. Bu halda mümkündür. Bu nə vaxt olar? Bir, sadalanma halı mümkün olarsa, iki də o bu əvəzliyindən sonra əlavə gələrsə. Məsələn, deyim ki, bu vergül mənim dostum yeni gəlib. Yeni gəlib. Belə bir cümlə yazırıq. Baxıram ki, mənim dostum ifadəsi bu sözünü izah edir. Bu, yəni ki, mənim dostum yeni gəlibdir. Deməli, buradakı mənim dostum ifadəsi əlavədir. Baxıram ki, bundan sonra əvəzlik gəlibdir, amma burada yenə də vergül qoyulacaq. Buradakı vergül də həmin o əlavənin tələbidir. Bu əvəzliyinin yox, əlavənin tələbi ilə qoyulacaq. Bir ümumiləşdirmə aparaq. Deməli, o bu əvəzliyindən sonra normalda əgər bu sözlər hansı sualına cavab verirsə, heç bir halda vergül qoyulmaz. Amma əgər kim nə sualına cavab verirsə, bu zaman özündən sonra gələn sözdən asılı olaraq vergül qoyula da bilər, qoyulmaya da. Əgər kim nə sualına cavab verir və özündən sonra isim, sifət, say, zərf, feili sifət, modal söz, nida, xitab gələrsə vergül qoyular. Əgər kim nə sualına cavab verirsə və özündən sonra əvəzlik, təsriflənən feil, feili bağlama, qoşma, bağlayıcı və ədat gələrsə, vergül qoyulmaz. Modal sözlə bağlı istisna olaraq bənzətmə bildirən modal sözlər, yəni elə bil ki, sanki, güya, güya ki, bunlar gələrsə, bu modal sözlər vergül qoyulmaz. Ədatlardan isə təsdiq, inkar ədatları gələrsə, vergül qoyulur. O bu əvəzliyində haqqında bu günlük bu qədər.